Bu dəfə əmək qanunvericiliyində gender bərabərliyi üzrə son islahatlar və yeniliklər barədə danışacağıq. Ölkəmiz bərabər əmək haqqı üzrə beynəlxalq koalisiyaya üzv olub. Bu təşəbbüs qadınlar və kişilər arasında bərabər dəyərlərə malik iş üçün bərabər əmək haqqı prinsipini qlobal səviyyədə təşviq edir. Mən elə bilirəm ki, etikaya qoşulmağımız bu yenə də hökumətin iradəsini qoyur ortalığa. Bu bizim hamımıza mesajdır ki, mənim üçün önəmlidir ki, bərabər əmək haqqı verilsin. Qadına, kişiyə, qocaya, cavana fərqi yoxdur. 2022-ci ildə qadın əməyinə dair qadağaların yenidən tənzimlənməsi və bu addımların beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəlməsinə təsiri verilişdə müzakirə olunacaq. Və ekspert nəticəsi ortaya çıxdı ki, təhsilin çox qismi heç də əməyin mühafizəsi şərtinə bağlı deyil bu qadağan. Daha sonra biz bununla bağlı təkmilləşdirmə işləri aparıldı. Bu 674 vəzifə və peşəni 204-ə endirildi qadınlar üçün. Bax burada dövlət artıq deyir ki, qadının canı kişinin canından artıq deyil mənim üçün. Mənə ikisinin də sağlamlığı önəmlidir. Əgər burada toksin varsa, kişiyə də zərərdir, qadına da zərərdir. Eyni zamanda gender əsaslı əmək haqqı fərqi və bərabər dəyərli işə görə bərabər əmək haqqı prinsipi üzrə yeni mexanizmlər izləyicilərlə paylaşılacaq. Gender üzrə əmək haqqı fərqi ortalama 20%dir. Bu amma ortalamadır. Yəni bundan daha çox da ola bilər, az da ola bilər. 20%-dən deməkdir. 20% o deməkdir. Əgər bir qadın, nümunə üçün mən deyirəm, sadəcə izah olunur. Əgər bir kişi və bir qadın 1 saat üçün işləyirsə, kişi 100 manat alırsa, qadın 80% manat alır. Yəni 20% az alır. Bizi izləyin, maraqlı müzakirəmiz olacaq.